Salam qızlar, necəsiz? Bugün mamagilə getmişdik, qonaq çağırmışlar. Burada kabab çəkdik, dolaşdıq gözəl. Özümüz üçün istirahət etdik və istədim video çəkim, sizlər üçün paylaşım və sizi video ilə baş-başa buraxıram. Sizə xoş izləmələr. Vay canına. Hadi o. Başlamaz ben. Abi ben değilim. Abi koy birini ben koyayım. Abi kaç birini ben koyayım. Abi koy birini ben koyayım. Koy birini ben koyayım. Birini koyayım hava başım. Ala. Ala. Hemen başımı katsın. Koy da koyayım. Atacağım. Saboli. Baba, bunu da belerle. Bu bana bu da olsun. Atın bundan da atayı. Tamam, bakın sen. Bir de sen görün mü? Malina. Malina. Malina kokoyu. Ben yapacağım onu. Malina kokoyu. Bak. Bu? Bak. Şöyle. Və özümüz üçün belə bir kiçik stol hazırladıq. Məqsəd yenə deyirəm, istirahət etmək idi və həqiqətən çox gözəl istirahət etdik. Papagilə çox sağ ol deyirəm. Süfrələriniz həmişə bol olsun, ruzunuz, bərəkətiniz bol olsun deyirəm. Və papagildə yolkanı qurub, həqiqətən çox gözəl alınıb. Və Temudan karqom var idi, dedim bu vlogun axırına əlavə edeyim. Çox gözəldir, həqiqətən bu Haçar üçün burluqdur. Çox xoşuma gəldi, A hərfidir, yəni kiçik də olsa çox gözəl görsənir. Və belə bir bilduzon altından asmaq üçün vinil corabları deyirlər buna. A hərfində aldım, adımın baş hərfi. Mənim çox xoşuma gəldi, toxunuşu həqiqətən superdir. Və belə şirniyyat pişirmək üçün yeni ilə özəl şirniyyat qəlbi aldım. İstiyə davamlıdır. Çox gözəl həqiqətən, həm rənginə çox vuruldum, həm də özü, yəni bundan təsəvvür edin, şirniyyat pişirirsən, yəni belə çıxır. Yeni ilə özəl fiqurlar çox xoşuma gəldi. Və belə bir ev üçün tapçıqa aldım. Çox xoşuma gəldi. Çox yumuşaqdır həqiqətən. Yəni çox bəyəndim daha bir sözlə. Rəngi açıq rozvi rəngidir. Mən ona rozvi deyirəm, açıq rozvi. Həqiqətən çox xoşuma gəldi, superdir. Tam ayağımın üstündədir. 38-39 aldım. Əslində ayağım 38-dir, sadəcə 38-39 ikisi bir arada olan seçdim. Çox xoşuma gəldi. Və ayağımın üstünə tam oldu. Və belə bir ev penjaması aldım. Həqiqətən toxunuşu çox xoşuma gəldi. Rəngi, yəni bir sözlə bayıldım. Mən bunu yeni il gecəsi üçün evdə geyinməyi aldım. Bu gecə yatmaq üçün deyil, evdə geyinmək üçün penjamadır. Və onun üçün almışam. Həqiqətən çox xoşuma gəldi. Bir sözlə super. Yəni kim almaq istəsə ürək rahatlığından ala bilər. Əslində yeni ilə özəl çox penjama var. Sadəcə mənim xoşuma gəlmirdi. Yəni çox qırmızı, nə bilim bəzi fiqurlar üstündə, amma heç biri xoşuma gəlmədi. Bu düşünürəm ki, ən sadə və ən gözəl. Yəni əynimə də geyindim, tam oldu. M razmerdir. Mən M razmer geyindim. Yəni razmerdə düz gəldi. Çox gözəldir. Və yoldaşım üçün belə ev tapçıqalar aldım. Və bu da çox xoşuma gəldi. Superdir. Ayağın üstündə tam oldu. 42-43 götürdüm. Əslində onun ayağı 42-dir. Sadəcə yenə dediyim kimi 42-43 ikisi bir arada götürdüm.
Sizi burada deyərkən, yəni razmeri nəzərdə tuturam. 42-43 götürdüm. Siz tək razmer də götürə bilərsiniz. Məsəl üçün 41-42 belə. Və bütün kargolarım bundan ibarət idi. Hamısını astım, sizlərə göstərdim. Və çox gözəl kargolarım gələcək 5-6 günə. Çox gözəl paylaşımlar olacaq. Və bu vloqun axırına bir balaca 2-3 dəqiqəlik vloq da əlavə eləmək istəyirəm. Yolka vloqumu, yolkanı necə qurmuşam, yəni necə bəzəmişəm daha doğrusu. Əslində qısa video olaraq atmışam, sadəcə bu vloqun da axırına istədim əlavə eləyəm. Sizə xoş izləmələr. Sizi video ilə baş-başa buraxıram yenə. Əgər vloq maraqlı gəldisə də dəstək olmağı unutmayın. Çox sağ olun izlədiyiniz üçün.